Qoç bürcü. Çox şeylər ümid etdiyiniz kimi rəvan getməyəcək. İşdə gecikmələr ola bilər və əlverişsiz şərtlər planlarınızı vaxtında həyata keçirməyə mane ola bilər. Amma bu sizə mane olacaqmı? Əlbəttə yox. Həmişə olduğu kimi israrlı olsanız və biraz da ixtiraçılıq əlavə etsəniz, nəinki maneləri dəf etməyin, həm də başqalarına demək olar ki, qeyri-mümkün görünən cəsarətli fikirləri həyata keçirməyin bir yolunu tapacaqsınız. Bir şeyə diqqət yetirməkdə çətinlik çəkdiyinizdən bəzi çətinliklər yaranacaq. Bir-biri ilə əlaqəli olmayan işlərin öhdəsindən gəlmək, eyni anda bir çox şey haqqında düşünmək daha asan olacaq. Ətrafınızda xaos hökm sürdüyü kimi görünə bilər, amma əslində siz cansıxıcılıqdan qaçmağa və uğur qazanmağa kömək edəcək yaradıcı xaos yaradacaqsınız. Etibarlı müttəfiqlər və həmfikir insanlar tapmaq şansı olacaq. Həqiqətən ciddi istəklər üçün çoxdankı tanışlara müraciət etmək daha yaxşıdır. Halbuki bugün ilk dəfə görüşdüyünüz insanlar kiçik məsələlərdə də kömək edə bilərlər. Ola bilsin ki, ortaq layihələr uzun müddətli dostluğun başlanğıcı olsun. Buğa bürcü, əhəmiyyətli bir söhbətə hazır olun. İş yerində baş verərsə, yeni peşəkar perspektivlər aça bilər. Sizə iş təklif oluna bilər ki, bu da qəbul olunarsa, gəlirinizi əhəmiyyətli dərəcədə artıra və ya daha məsuliyyətli bir vəzifə tuta bilər. Bununla belə, ola bilər ki, ailə məsələlərini də müzakirə etməlisiniz. Yaxınlarınızın dediklərinə çox diqqət yetirin. Onların paylaşdıkları məlumatlar planlarınıza təsir edə bilər. Hətta onları kökündən dəyişə bilər. Yeni layihələri üzərinə götürəcək və başqalarının həll edə bilmədiyi problemlərin öhdəsindən gələcək, buğa üçün yaxşı gün olacaq. Təcrübələri sayəsində bürcün bu nümayəndələri necə hərəkət etməli olduqlarını tez başa düşəcəklər ki, bu da onlara rəqibləri üzərində qəti qələbə qazanmağa və ya pis niyyətlilərini tərksilah etməyə imkan verəcəkdir. Yaradıcılığınız yüksək olacaq və çox güman ki, həyata keçirə biləcəyiniz bəzi yaxşı ideyalarla qarşılaşacaqsınız. Bununla belə, xüsusilə günorta saatlarında qabiliyyətlərinizi çox qiymətləndirməməyə çalışın. Bu zaman özünüzü pis hiss edə bilərsiniz. Əkizlər bürcü, əhəmiyyətli bir söhbətə hazır olun. İş yerində baş verərsə, yeni peşəkar perspektivlər aça bilər. Sizə iş təklif oluna bilər ki, bu da qəbul olunarsa, gəlirinizi əhəmiyyətli dərəcədə artıra və ya daha məsuliyyətli bir vəzifə tuta bilər. Bununla belə, ola bilər ki, ailə məsələlərini də müzakirə etməlisiniz. Yaxınlarınızın dediklərinə çox diqqət yetirin. Onların paylaşdıkları məlumatlar planlarınıza təsir edə bilər. Hətta onları kökündən dəyişə bilər. Yeni layihələri üzərinə götürəcək və başqalarının həll edə bilmədiyi problemlərin öhdəsindən gələcək, buğa üçün yaxşı gün olacaq. Təcrübələri sayəsində bürcün bu nümayəndələri necə hərəkət etməli olduqlarını tez başa düşəcəklər ki, bu da onlara rəqibləri üzərində qəti qələbə qazanmağa və ya pis niyyətlilərini tərksilah etməyə imkan verəcəkdir. Yaradıcılığınız yüksək olacaq və çox güman ki, həyata keçirə biləcəyiniz bəzi yaxşı ideyalarla qarşılaşacaqsınız. Bununla belə, xüsusilə günorta saatlarında qabiliyyətlərinizi çox qiymətləndirməməyə çalışın. Bu zaman özünüzü pis hiss edə bilərsiniz. Hərçəng bürcü, çox yaxşı işlərə nail ola biləcəksiniz. Siz geri oturmaq istəməyəcəksiniz. Cəsarətli təcrübələrdən qorxmadan tamamilə yeni bir şey götürməyə hazır olacaqsınız. Ətrafınızdakılar qeyri-ənənəvi yanaşmanıza heyran olacaqlar. Bir çoxları başa düşəcəklər ki, onlar əvvəllər sizi aşağı qiymətləndiriblər və ya fikirlərinizə həddindən artıq tənqidi yanaşıblar. Bu insanlar münasibətləri yaxşılaşdırmaq istəyəcəklər və hətta ünsiyyətdə təşəbbüs göstərə bilərlər. Siz onlara doğru bir addım ata bilərsiniz. Lakin əvvəlcə onların niyyətlərinin həqiqi olduğuna və sizi öz mənfəətlər üçün istismar etməyə çalışmadıqlarından əmin olun. Əgər vacib və mürəkkəb bir şey üzərində işləyirsinizsə, istədiyiniz nəticəni dərhal əldə etməyəcəyiniz üçün hazır olun. Gecikmələr ehtimal ki, anlaşılmazlıqlar, nəqliyyat və ya maliyyə problemləri və ya pozulmuş razılaşmalar səbəbindən ola bilər. Merkuri artıq geriyə doğru hərəkətini tamamlasa da, onun xoşagəlməz sürprizlər ehtiyatı hələ tükənməyib. Bununla belə, bu sizə heç bir ciddi zərər verməyəcək. Buna görə də narahatlığa ciddi səbəb yoxdur. Şir bürcü, səmimiyyəti qoruyun. Bu məsləhəti vermək asandır, lakin bugün ona əməl etmək çətin ola bilər. Bu xüsusilə həyat təcrübəsi hələ az olan gənc şirlərə aiddir. Amma məhz onlar üçün təmkinli olmaq və təxribatlara boyun əyməmək həll edicidir.
Bu işarənin daha yetkin nümayəndələri vəziyyəti daha tez başa düşəcək və nə edəcəyini və hansı addımlardan ən yaxşı şəkildə qaçınılacağını başa düşəcəklər. Sizi çoxdan tanıyan insanlardan məsləhət ala bilərsiniz. Lakin hətta onların məsləhətləri bəzən faydasız ola bilər. İşdə fikir ayrılıqları, o cümlədən həmkarlar və rəhbərliklə mübahisələr mümkündür. İdeyalarınızın heç də hamısı biznes tərəfdaşları tərəfindən başa düşülməyəcək və bəzi təkliflər son dərəcə riskli görünə bilər. Unutmayın ki, emosiyalar iddianızı sübut etməyə kömək etməyəcək. Bununla belə, inandırıcı arqumentlər həlledici rol oynayacaq. Sevdiklərinizlə ünsiyyətdə çətinliklər də mümkündür. Lakin bu insanlar daha səbirli və nəzakətli olacaqlar. Onlarla anlaşmanı xeyli asanlaşdıracaqlar. Qız bürcü, iş və digər məhsuldar fəaliyyətlər üçün daha yaxşı gün tapmaq çətindir. Sizdə çoxlu enerji və güc olacaq. Qarşınıza tez hədəflər qoyacaqsınız və uğur şansınız yüksək olacaq. Əgər siz uzun müddətə təxirə salınan işləri xatırlayıb onlara qayıtsanız, onları bitirə biləcəksiniz. İşlər rəvan getməsə belə, istədiyiniz nəticəni əldə etməyin bir yolunu tapacaqsınız. Ola bilsin ki, köhnə tanışlar və ya vaxtilə mühüm xidmətlər göstərdiyiniz insanlar sizə kömək etsinlər. Gün işgüzar danışıqlar və uzun müddətli tərəfdaşlıqlarla bağlı müzakirələr üçün münasibdir. Maliyyə məsələlərini də müzakirə edə bilərsiniz. Gəlirinizi necə artırmaq və ya mövcud vəsaitlərinizi effektiv şəkildə idarə etmək barədə məsləhətlər ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri daha az nəzərə çarpacaq. Yaxınlarınızla fikir ayrılıqları mümkündür. Bəzi qız bürcləri əvvəllər yaxşı anlaşdıqları insanlarla belə ümumi dil tapmaqda çətinlik çəkəcəklər. Bununla belə, münaqişənin qarşısını almaq və məsələləri şikayət və inciklik olmadan həll etmək sizin səlahiyyətinizdədir. Tərəzi bürcü, gün qeyri-müəyyən olacaq və dərhal başa düşə bilməyəcəyiniz hadisələr və xəbərlər gətirə bilər. Buna görə də qərarlar verməkdə tələsməməyə çalışın. Xüsusən də qərarlar təkcə sizin deyil, yaxınlarınızın da maraqlarına təsir edirsə. Bütün tərəzilər sakit qalmağa asan tapmayacaq və narahat olmaq üçün çoxlu səbəblər olacaq. Amma emosiyalarınızı cilovlamağı bacarsanız, bütün çətinliklərin öhdəsindən gəlməyin və vacib məsələləri həll etməyin yolunu tez tapacaqsınız. Bu peşəkar əməkdaşlıq və ya ümumiyyətlə hər hansı birgə fəaliyyət üçün ən asan gün deyil. Ətrafınızdakılar sizdən çox şey gözləyəcəklər və bu həmişə dərhal aydın olmayacaq. Anlaşılmazlıqlar yaxın vaxtlara qədər yaxşı gedən münasibətlərdə məyusluqlara, mübahisələrə və problemlərə səbəb ola bilər. Bununla belə, vəziyyət tədricən yaxşılaşacaq. Günortaya kimi əsas problemlərin arxada qaldığı bəlli olacaq. Ancaq yaxınlarınızla vaxt keçirmək çox güman ki, müsbət emosiyalar gətirəcək. Sevdiyiniz insanların dəstəyini hiss edəcəksiniz və məhz buna görə bugünün təqdim etdiyi fürsətləri görəcəksiniz. Əqrəb bürcü, bu asan gün deyil. Xırda anlaşılmazlıqlar, əhəmiyyətsiz problemlər və hətta tez həll edəcəyini ümid etdiyiniz məsələlərdə gecikmələr mümkündür. Bəzi əqrəblər hər hansı kiçik hadisəyə kəskin reaksiya verəcək. Bəziləri isə əvvəlcə başqalarının təxribatlarına boyun əyəcək, sonra peşman olacaqlar. Bu, uzun müddətli tərəfdaşlıq danışıqları və ya əməkdaşlığa başlamaq üçün ən yaxşı gün deyil. Bununla belə, şərait imkan verirsə, rəqabətli mübarizə ilə məşğul olmaqda məsləhət deyil. Ehtiyatla davam edin və mümkünsə, mümkün qədər özünüzə az diqqət yetirin. Bu, bir çox xoşagəlməz halların qarşısını almağa kömək edəcəkdir. Maliyyə məsələləri ehtiyatlı olmağı tələb edir. Ehtiyatlı deyilsinizsə, çətin ki, utanc verici itkilərdən qaçasınız. Bundan əlavə, məişət texnikası xarab ola bilər. Və hər hansı alət və ya gadget alsanız, onların gözləntilərinizi doğrultmayacağı riski var. İstirahət üçün, eləcə də sizi ruhlandıran və sevindirən fəaliyyətlər üçün yaxşı gündür. Sevdiyi insanla səfərə çıxan və ya xoş hədiyyə ilə təəccübləndirməyə çalışan əqrəblər gözəl vaxt keçirəcəklər. Oğatan bürcü, dürtüsəlliyiniz və tez hərəkət etmək istəyiniz səbəbindən hər şeyi düşünməyə, fikirlərinizi tənqidi qiymətləndirməyə və etibarlı əlaqələrlə müzakirə etməyə vaxt ayırmasanız, özünüzü çətin vəziyyətdə tapmaq riski ilə üzləşirsiniz. Nəzərə alın ki, yalnız artıq etibar etdiyiniz insanlardan məsləhət almalısınız. Bu yaxınlarda tanış olduğunuz insanlar sizə mənfi təsir göstərə və ya sizə mane olmaya çalışa bilər. Rutin tapşırıqlar darıxdırıcı ola bilər. Ona görə də vaxtaşırı onlardan yeni, daha maraqlı və ruhlandırıcı bir şeye keçməyə çalışın.
Bunlar ən asan vəzifələr olmaya bilər. Lakin onlara həqiqi həvəslə yanaşsanız, uğur qazanacaksınız. En yaxşısı, hətta kiçik alışlarda da tələsməməkdir. Bugün daha qənaətçil olun, çünki daha sonra vacib bir şey için onlara ihtiyacınız olabilir. Aile meselelerini həll ve bəzi gündelik meseleleri halledebileceksiniz. Yaşlı qohumlara daha çok dikkat yitirmek məsləhətdir. Desteğiniz bugün onlar için xüsusilə vacib olabilir. Oğlaqdırıcı, çox məhsuldar bir gün keçirəcəksiniz. Oğlaqların çoxu xırda şeylərə vaxt itirmək istəməz. Dərhal vacib və mürəkkəb problemlərin həllinə diqqət yetirəcəklər. Onların köməyinə köhnə və yeni tanışların gəlməsi mümkündür. Onlarla gücünüzü birləşdirərək gözlədiyinizdən daha çox şeyə nail olacaqsınız. Bu gün əldə etdiyiniz uğurlar nüfuzlu insanların diqqətini cəlb edə bilər. Onların sayəsində tezliklə çox cəlbedici əməkdaşlıq təklifləri almağınız mümkündür. Öz işiniz çox olsa da, başqalarına dəstək olmaq fürsətini əldən verməyəcəksiniz. Xüsusilə köməyi qəbul etməyə həvəsli olmayanların işlərinə müdaxilə etməli ola bilərsiniz. Ancaq siz o qədər nəzakətli və diqqətli olacaqsınız ki, hətta belə insanlar belə heç bir şəkildə özünü aşağılanmış hiss etməyəcəklər. Köhnə əlaqələri yeniləmək üçün yaxşı gündür. Əgər kiminləsə mübahisə etmisinizsə, bugünə barışmaq şansınız var. Təşəbbüsü ələ almaqdan və ilk addımı atmaqdan çəkinməyin. Dolça bürcü, diqqəti vacib məsələlərə və uzun müddətli hədəflərə çatmağa yönəldin. Burada əhəmiyyətli irəliləyiş gözləmək olar. Əlverişli şərait dəsti bunda mühüm rol oynayacaqdır. Onların sayəsində planladığınızdan daha çox şeyə nail olacaqsınız və ya bir müddətdir ki, həll olunmayan problemi həll edəcəksiniz. Dolçalar bugün yeni layihələrə əl atmaqla və ya əvvəllər çətin görünənləri anlamağa çalışmaqla çox şey öyrənəcəklər. Onlar həmçinin çox maraqlı insanlarla tanış olmaq və hətta dost olmaq imkanı əldə edəcəklər. Bununla belə, yadda saxlamaq lazımdır ki, işgüzar və şəxsi münasibətləri qarışdırmaq ən yaxşı gün deyil. İş yerində flört etmək və ya yaxınlarınızla işgüzar məsələləri müzakirə etmək üçün ən yaxşı gün deyil. Pul vəsaitlərinin daxil olması mümkündür. Maliyyə ilə bağlı bütün məsələlərdə intuisiyanıza arxalana bilərsiniz. Sizi ruhdan salmayacaq. Gündəlik problemlərin həlli biraz daha çətin ola bilər. Onlara necə yanaşmaq lazım olduğunu dərhal başa düşməyəcəksiniz və bəziləri sizə yaxın birisi xilas etmə işinə gəlməyincə tamamilə qeyri-mümkün ola bilər. Balıqlar bürcü, günün mübahisəsiz keçməsi mümkün deyil. Həm işdə, həm də evdə yarana bilər, tez-tez diqqətdən kənarda qalacaq əhəmiyyətsiz məsələlərdən qaynaqlanır. Əgər soyuqqanlılığı qoruyub təxribata müqavimət göstərsəniz, bir çox iti kənarları hamarlamaq olar. Həyat təcrübəsi olmayan gənc balıqlar burada çətinliklərlə üzləşə bilərlər. Bununla belə, əvvəllər çətinliklərlə üzləşmiş və onları yaxşı idarə edənlər bugün də uğur qazanacaqlarına əmin olacaqlar. Yeni tanışlarla ehtiyatlı olun. Bu sirləri və ya narahatlıqları bölüşmək üçün çətin bir gündür. Əməkdaşlığa razılaşdığınız şəxslərə daha yaxından nəzər salın. İntuisiyanız sizə onlara güvənə biləcəyinizi söyləyəcək. Özünüzü həddindən artıq yükləməməyə çalışın. Bu o günlərdən biridir ki, hətta sadə, rutin işlər sizi yorğun hiss edir. Axşam üçün heç bir əyləncə tədbiri planlaşdırmamağınız yaxşıdır. Xüsusən də gecənin gec saatlarına qədər davam edəcəyini bilirsinizsə.